Bir gün həyatda mən olmayanda bilmirəm kim məni xatırlayacaq. Adsız məzarımı ziyarət edib mənim üçün görəsən kim ağlayacaq. Talihin hökmüdür bir gün yaranan, əbədi bu dünyadan yox olacaqdır. Ruhu bədənini tərk edən zaman ahirət dünyasında yer alacaqdır. Bu dünyada xoş günə çatmayan insan yeni dünyasında o çatacaqdır. Arzusu ürəkdə qalan insanın elə orada da çiçəyi gül açacaqdır. İnsan bu dünyadan köç edən zaman gözləri kimisə bilin axtarar, tapanda sevinər, o rahatlanar, gözləri yaşarar, sanki yalvarar. Demək istəyər ki, bir kömək edin. Demək istəsə də o alınmayar, gözlərindən axan son göz yaşların silmək istəsə də o bacarmayar. Yalvarıb göz yaşını o axıtsa da bu halda köməyə gələn olmayar, nəfəsi daralar, o xırıldayar, Allahı o zaman o xatırlayar, kömək sinəni ona uzadar, yaradan o vaxtı köməyə çatar, o da rahatca canını tapşırar. Əyyub Səlimxanoğlu.